Hədislərdə var, bir bəndə namaz qılır. Namazdan sonra durur, çıxır, gedir, salamın verir, gedir. Allah mələklərə deyir ki, bəndən məndən heç istəmədi. Axı, rəhmət qapısı namaz vaxtı açılır. O məndən heç istəmədi. Mənə ehtiyacı yoxdur. Yoxsa elə bilir, yalan deyirəm, məni çağırın, cavab verin. Bu eləmədi. Bu mənə etinasızlıq elədi. Ondan sonra buyurur ki, onda mən də onun namazını qəbul eləmirəm. Görürsünüz, rəhmət gəldi həmin vaxtda. Sən ki, rədd cavabı verdin, elə-belə olmur. Ondan sənin namazın qəbul olunmur. Nə zaman eşitsiz ki, xüsusi rəhmət qapısı açılır, biraz da ehtiyatlı olun, diqqətli olun. Mərhəmətli olun. Bu ayda Allahın mərhəmətinə mərhəmətlə cavab verin, Allahın mərhəmətinə məsuliyyətlə cavab verin. Adam aşiq olmaya bilər Allaha, amma ədəb göstərmək olar. Biri sənə bir xurma verir, məsciddən çıxanda, tutaq ki, iftar vaxtı götürürsən, səndən soruşulsan, o adamı çox istəyirdin, deyirsən, yox, ədəb tələb eləyirdi ki, o mənə nəsə təklif elədi, mən qəbul eləyim. Allah ziyafət süfrəsini açıb və bizi çağırır. Özə təkcə ziyafət süfrəsini açmayıb və həm də deyir ki, gəlib özüm sizi aparıram, oruz vasitəsilə belə eləyir. Bir adam qonaq çağırır, deyirsən, mən gələ bilməyəcəm, biraz çətindir, maşınım yoxdur, deyir, gəlib qapımdan götürüb aparacam. Ramazan ayında Allah gəlib qapımızdan bizi götürür, öz qonaqlığına aparır, öz ziyafətinə aparır.